Salam, hər vaxtınız xeyir olsun. Və bugün həyata keçirilən güvən sınağının 11-ci siniflər üçün düşən imtahan suallarına baxacağıq. 31-ci sualda deyir, mümkün buxarlanma 1200 mm, rütubətlik əmsalı 0,4 olarsa, orta illik yağıntıların miqdarını hesablayın. Biz bilirik ki, rütubətlənmə əmsalı bərabərdir yağıntı bölünsün buxarlanma qabiliyyəti və yaxud da mümkün buxarlanmadır. Burada bizdə rütubətlilik əmsalını verib 0,4 bərabərdir. Yerinə qoysaq yağıntını bölərik. Mümkün buxarlanmanın qiyməti də 1200 mm verib. Burada biz yağıntını tapsaq 1200-ü 0,4-ə vurarıq. 0,4-ə vurarıq. O da edəcək 480 mm. Cavabımız olacaq B variantı. Növbəti sual. Doğru sıraları müəyyən edin. Küləklər verib və onlara aid olan əlamətləri burada qeyd edib. Tornado tropik siklonlardır. Bəli. Amerikada belə adlanır bunlar. Şimali Amerikada. Tayfun Mərkəzi Asiyada əsən güclü küləklər deyil, Şərqi və Cənub-Şərqi Asiyada əsir. Bu yanlış ifadədir. Passat ekvatordan tropiklərə yox, tərsinə tropikdən ekvatora doğru əsir, səhvdir. Föhn ilin soyuq dövründə əsən isti və quru küləklərdir. Bəli, doğru ifadədir. Sirokko İtaliya üçün səciyyəvidir. Bəli. Səmun Şimali Afrikada toz burulğanlarının adıdır. Daimi külək deyil. Bizdən doğru ifadələri soruçur. 1, 4, 5 D variantı olacaq. Növbəti sual. Aleut növü hansı tavaların konvergent sərhədində yerləşir? Aleut adaları biz bilirik ki, Alyaska yarımadasının cənubuna doğru, cənub-qərbinə doğru davamıdır. Burada Nazca Ant dağları ilə Ant dağlarının yaradıcısıdır. Cənub Amerika ilə toqquşur, olmaz. Şimali Amerika ilə Cənubi Amerikanın toqquşması yoxdur. Nazca ilə Cənubi Amerikanın subduksiyasından Ant dağları yaranır və Peru çökəkliyi yaranır. Filippin və Sakit Okeandan isə Filippin adaları və Filippin novu yaranır. Sakit Okean və Şimali Amerikanın toqquşmasından Sakit Okean və Aleut novu formalaşır. Cavabımız olacaq C variantı. Buzlaq relyef formalarını seçin. Biz bilirik, buzlaq relyef forması morfoz kubturlardır. Yəni, xarici qüvvələrin təsiri ilə yaranır buzlaq relyef formaları. Azərbaycanda Böyük və Kiçik Qafqaz dağlarının yüksək zirvələrinə yaxın ərazilərdə formalaşır. Hündürlüyü 3900-3500-dən yuxarı olan zirvələrdə formalaşır. Burada biz Y variantını çıxarıq. Talış dağlarında buzlaq relyef formaları formalaşmır. A variantında Brovar silsiləsi Talış dağlarında yerləşir, yerləşmir. Peştəsər həmçinin Talış dağları, Talış, Peştəsər, Brovar cənubdadır. Bunların hündürlüyü daha aşağıdır. Ləngəbiz silsiləsinin hündürlüyü çox aşağı olduğuna görə D-ni də çıxırıq. Yalnızca burada Murov dağ zirvəsi və Zəngəzur silsiləsində buzlaq relyef formalarına rast gəlinir. Cavabımız olacaq C variantı. Növbəti sual. Su erozyon və akkumulyativ relyef formalarını müəyyən edin. Burada təknəvari dərələr ekzarasyon relyef formalarıdır. Bentlandlər arid denudasyon relyef formalarıdır. Stratovulkanlar endogen qüvvələrin təsiri ilə yaranır, olmaz. Gətirmə konusları, bəli, bunlar su erozyon və akkumulyativ relyef formalarına misal ola bilər. Cavabımız olacaq B variantı. Aşağıdakı əlamətlər hansı əraziyə aiddir? Kordilyer dağlarının mərkəz hissəsində yerləşir. Əhatə olunduğu dağlar rütubətli hava kütlələrinin qarşısını kəsərək onu əraziyə buraxmır. İqlim quraq olduğundan bitki örtüyü kasıbdır. Burada söhbət Böyük Hövzə yaylasından gedir. Ant dağlarının mərkəz hissəsində yerləşir. 9-cu sinif coğrafiya kitabında Şimali Amerikanın relyefi mövzusunda şəkil ətrafında məlumat verilib. Burada cavabımız olacaq E variantı.
Mehmanə və Filizçay yataqları üçün ümumi əlamət. Biz bilirik ki, Mehmanə Ağdərə rayonu ərazisində, Filizçay isə Balakən rayonunun ərazisində yerləşir. Hər ikisi polimetal filiz yataqlarıdır. 38. Doğru fikri müəyyən edin. Baş-Qafqaz silsiləsi Babadağdan cənub-şərqə doğru tədricən yüksəlir, yox alçalır olmalıdır. Talış dağlarının ən yüksək zirvəsi Burovar yox, Talış silsiləsində yerləşir. Kömürgöy 2493. Gəyən və İncə düzləri Naxçıvanın Arazboyu düzənliklərinə aiddir. Gəyən İncə hərəmi aşağı Arazboyu düzənliklərindədir. Naxçıvan ərazisində yox, Azərbaycanın əsas hissəsində yerləşir. Böyük Qafqaz dağları Kiçik Qafqaza nisbətən daha az xeyr, Kiçik Qafqaz dağları Böyük Qafqaza nisbətən daha çox parçalanmışdır. Zəfər zirvəsi Baş-Qafqaz silsiləsində yerləşir, bəli. Bazar düzündən sonra ən hündür zirvədir, 4301 metr Baş-Qafqaz silsiləsində yerləşir. Növbəti sual. Aşağıdakı fikirlərdən hansı Qərbi Avstraliya yaylası üçün doğru deyil? Səthi bərk süxurlarla örtülüdür, quraq iqlim səciyyəvidir, filiz mənşəli faydalı qazıntılarla zəngindir, cənub tropik xəttinin hər iki tərəfində yerləşir, seysmik cəhətdən aktiv ərazidə yerləşir. Biz bilirik ki, Avstraliya litosfer tavalarının toqquşmasından kənarda qaldığına görə heç bir seysmiklik müşahidə olunmur. Və buna görə də burada E variantı yanlış fikirdir. Avropada yerləşən dağ zirvələrini müəyyən edin. Avropada B variantında Mitchell Appalaç dağlarındadır. Pozur Tubkal Atlas dağlarında, Koluma Asiyada yerləşir. Şasta, Kongur, İlyampu dağ zirvəsi Cənubi Amerikadadır. Şasta Şimali Amerikada vulkandır. Kongur zirvəsi Mərkəzi Asiyada yerləşir. Mont Blanc Avropadadır. Mitchell Appalaçın ən hündür zirvəsidir. Matterhorn piki dağlarındadır Avropada. Kongur zirvəsi Pamir dağlarının ən hündür zirvəsidir Mərkəzi Asiyada. Şasta isə Şimali Amerikada vulkandır. Burada Matterhorn, Qalxapikken, Mont Blanc hər üçü Avropada yerləşir. Qviana yaylası üçün səciyyəvi olmayan əlaməti bizdən soruşur. Tepu illər yaranmışdır. Bəli, bu doğru fikirdir. Qədim dağ sistemlərinin qalığıdır. Bəli. Denudasiyaya məruz qalıb. Bəli. Cənubi Amerikada yerləşir. Bu da doğru fikirdir. Ancaq aktiv vulkanlar platformada yerləşdiyinə görə rast gəlinmir. Cavabımız olacaq E variantı. İki yarımkürədə yerləşən materiklərin fərqli xüsusiyyətləri. İki yarımkürədə yerləşən materikləri biz bilirik ki, Şimali Amerika və Avstraliyadır. Burada fərqli xüsusiyyət soruşur. Qütb gecə və gündüzləri müşahidə olunur. Şimali Amerikada müşahidə olunur. Ancaq Avstraliyada müşahidə olunmur. Çünki Cənub qütb dairəsi kəsmir. Bu fərqli xüsusiyyətdir. Sahillərini sakit okean suları yuyur. Bu oxşar xüsusiyyətdir. Hər ikisini yuyur. Günəşin zenitdə olma prosesi baş verir. Bu da oxşar xüsusiyyətdir. İkisini də tropik xətti kəsir. Tropik işıqlanma qurşağında əraziləri var. Şimala doğru havanın orta illik temperaturu azalır deyir. Avstraliyada tərsinə artır. Bu fərqli xüsusiyyətdir. Ərazisində Alp qırışıqlığına aid dağlar yerləşir. Avstraliyada Alp qırışıqlığı dağları, yəni cavan dağlar yoxdur. Tropik siklonların təsirinə məruz qalır. Bəli, hər ikisi məruz qalır. Bizdən fərqli xüsusiyyət soruşur. 1, 4, 5. Cavabımız olacaq C variantı. 43. Xəritə sxemə əsasən orta illik yağıntıların daha çox düşdüyü əraziləri müəyyən edin. Biz bilirik ki, orta illik yağıntılar əsasən ekvator boyu ərazilərdə qalxan hava axınları olduğuna görə daha çox düşür. Mərkəzi Asiyada azdır, olmaz. Kaliforniya yarımadası Sonar və Mojave səhraları formalaşır, olmaz. Avstraliyanın qərb sahillərində Qərbi Avstraliya cərəyanının təsiri ilə yağıntılar az düşür. Burada cavabımız olacaq 3, 4 və 5. 3 və 4 ekvatorial iqlim qurşağında yerləşdiyinə görə, 5 isə musson küləklərinin təsiri ilə musson yağışları düşdüyünə görə. Cavabımız olacaq 3, 4, 5 D variantı. Növbəti sual. Siklon üçün xarakteri xüsusiyyətləri müəyyən edin. Biz bilirik ki, siklonlar qalxan hava axınlarının havanın kənar yüksəkdən mərkəz alçaq təzyiq sahəsinə doğru hərəkət edir.
Burada cənub yarımkürəsi üçün səciyyəvi deyil, yanlış fikirdir. Cənubda da əsir, saat əqrəbi istiqamətində. Mərkəzində yüksək yox, alçaq təzyiq sahəsidir. Şimal yarımkürəsində saat əqrəbi hərəkətinin istiqamətinin əksinə hərəkət edir. Bəli, bu düzdür. Buludluluğu artırır, yağıntı düşür. Bu da doğru fikirdir. Atmosferin qapalı alçaq təzyiq sahəsində əmələ gəlir. Bəli, bu da doğru fikirdir. Siklon qapalı alçaq təzyiq, antisiklon isə yüksək təzyiq sahəsində əmələ gəlir. Mərkəzində sakit hava olur, şəlakət adlanır. Bu antisiklonun xarakterik əlamətidir. Bizdən xüsusiyyətləri müəyyən edin deyir. Cavabımız olacaq 3, 4, 5 D variantı. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Appalaç və Altay. Burada söhbət gedir. Appalaç Şimali Amerikada qədim dağdır. Altay isə Mərkəzi Asiyada yenidən cavanlaşmış dağdır. Qırışıq faylı dağ. Bizdən 3-ə hər ikisinin ortaq xüsusiyyətini soruşur. Təkrar qırışıqlığa məruz qalan yenidən törəmiş dağlardır. Bu ortaq xüsusiyyət deyil. Appalaçda belə bir xüsusiyyət yoxdur. Şərq yamacları Atlantik okeanından gələn hava kütlələrinin təsiri ilə yayda bol yağıntı alır. Bu Appalaç dağlarına aid xüsusiyyətdir. Altay dağlarında yoxdur. Qədim dağlardır. Bəli, hər ikisi qədim dağdır. Kaledon Hersin dağ əmələ gəlmələrində yaranıb. Bəli, hər ikisi Kaledon Hersində yaranıb. Burada 3-ə olacaq. Burada 3 və 4. Burada 1 və 2 düşməyib. Biz yazaq buradan 1, 2. Biri Appalaça olacaq. Şərq yamacları Atlantik okeanından gələn hava kütlələrinin 1-ə 2 olur. Altay dağlarına aid olan əlamət təkrar qırışıqlığa məruz qalmış yenidən törəmiş dağdır. 2-yə 1 olur. Hər ikisinin ortaq cəhəti 3 və 4-dür. Cavabımız olacaq B variantı. Növbəti sual. Hansı materiklərin ucqar şərq və qərb nöqtələri qərb yarımkürəsində yerləşir? Burada biz qərb yarımkürəsində yerləşən şərq və qərb yarımkürələrində yerləşən materiklər Şimali Amerika, Cənubi Amerika və Avrasiyadır. Bir də Afrikanın qərb ucqarı nöqtəsi qərb yarımkürəsinə düşür. Baxın, burada A variantında verilib Şimali Amerika, Cənubi Amerika və Avrasiya. Hər üçünün şərq və qərb ucqarı nöqtələri qərb yarımkürəsində yerləşir. 47. Cədvələ əsasən doğru sıraları bizdən soruşur. Baxaq burada. Dekan. Mussonların təsirinə məruz qalır. Platforma sahəsində yerləşir. Bəli, bu ifadə doğrudur. Meksika. Fəal vulkanizm var. Geosignalda yerləşir. Bəli, bu da doğru fikirdir. Anadolu. Şimaldan və cənubdan qədim dağlarla əhatələnib. Şimaldan və cənubdan cavan dağlarla əhatələnib. Pont və Tavır cavan dağlardır. Braziliya Atlantik okeanından gələn hava kütlələrinin təsiri altındadır. Filiz faydalı qazıntılarla zəngindir. Bəli, bu da doğru fikirdir. Orta Sibir barxanlar geniş yayılmışdır. Xeyr, Orta Sibirdə səhra landşaftı yoxdur. Qərbi Avstraliya arid denudasiyon relyef formaları səciyyəvidir. Materikin ən uca zirvəsi Qərbi Avstraliyada yox, Şərqi Avstraliyada Appalaç dağlarında yerləşir. Bizdən doğru ifadələri soruşur. 1, 2, 4. Cavabımız olacaq E variantı. Növbəti sual 48. Xəritə sxemə əsasən yazı yaylası. Burada 3-ə uyğun gəlir yazı yaylası. Qusar maylı düzənlik 1-ə uyğun gəlir. Bozdağ silsiləsi 6-ya uyğun gəlir. Müvafiq rəqəmləri soruşur. 3, 1, 6. Cavabımız olacaq E variantı. Burada 5 yaşma düzüdür. 2 Palantökən silsiləsi və yaxud da Ceyrançöl düzü. 4 isə Qapıcıq zirvəsi Zəngəzur silsiləsinə uyğun gəlir. Cavabımız olur 3, 1, 6 E variantı. Rütubətli gəmsalının daha kiçik olduğu əraziləri bizdən soruşursa, biz burada səhraları burada götürə bilərik. Quraq əraziləri kiçik olması üçün Kongo hövzəsində çoxdur, olmaz. Almaniya Polşa ovalığı, Orinoco ovalığı subekvatorial iqlim qurşağındadır, nisbətən çoxdur. Burada Almaniya Polşa ovalığı mülayimin iqlim qurşağındadır, rütubətli gəmsal nisbətən çoxdur. Ancaq Qobi yaylası, quraq iqlim,
Mesopotamiya ovalığı quraq iqlim, Əhəqqar yaylası quraq iqlim olduğuna görə rütubətli kəmsalı daha kiçik olur. 1, 4, 6 cavabımız olacaq E variantı. 50-ci sual. Yuxarıda verilmiş xətti miqyasa əsasən xəritədə 30 dərəcəlik şərq uzunluğu üzrə 5 şimal və 5 cənub enliyi arasındakı məsafənin neçə santimetr olduğunu müəyyən edin. Baxın, burada sol tərəfə biz diqqət eləməliyik. Xətti miqyaslarda baxdıqda görürük ki, 50 kilometr verib. Sonda kilometr var. Deməli, miqyasımız 50 kilometrdir. 5 şimal və 5 cənub enlikləri arasında biri şimal, biri cənubdadır. Eyni meridian üzərində 5 şimal, buradan ekvator, 5 cənub. Aralarında 10 dərəcə fərq var. Vurdum 111-ə. Edəcək 1110 kilometr. Və bizdən xəritədəki məsafəni hesablayır. Miqyasımız var, həqiqi məsafəmiz var. 1110-u bölərəm 50-yə. Edəcək 22.2 cavabımız olur B variantı. Yenə də təkrar edirəm. Meridianal boyu 10 dərəcə fərq var. Həqiqi məsafəyə çevirsəm onu vururam 111-ə. Edir 1110. Miqyasımız da məlum olduğuna görə 1110-u bölərəm. 1110-u bölərəm 50-yə. Edəcək 22.2. Növbəti sual. Turan ovalığı hansı xüsusiyyətinə görə Küraraz ovalığı ilə oxşar deyildir? Neft və qaz ehtiyatları ilə yayılmışdır. Bəli, hər ikisində var. Avrasiya materikində yerləşir hər ikisi. Akkumulyativ düzənlikdir. Bəli, hər ikisi ovalıq olduğuna görə. Materik daxili mövqeyə malikdir. Okeana birbaşa çıxışları yoxdur. Ancaq Turan ovalığı biz bilirik ki, yeni platformadır. Küraraz ovalığı isə geosinknalda yerləşən ovalıqdır. Cavabımız olur A variantı. Növbəti sual. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Bakıda 21 mart tarixində, baxın, burada yazıb Bakıda 21 mart günorta vaxtıdır. Doğru və yanlış ifadələri bizdən soruşur. 130 qərb uzunluğunda gecə yarıdır. Bəli, bu ifadə doğrudur. Çünki Bakı 50 şərq uzunluğundadır. Onun əks meridianı 130 qərb uzunluğu olduğuna görə orada gecə yarıdır. Bu ifadə doğrudur. Avstraliyada payız fəsli başlayır 21 mart. Bəli, bizdə yaz fəsli, Avstraliyada payız fəslidir. İfadə doğru, qarşısına yanlış yazılıb, bu olmaz. 150 şərq uzunluğunda günəş batıb. 150 şərq uzunluğu ilə Bakı arasında 100 dərəcə fərq var. Burada 7 saat edir. 100 dərəcəm edəcək 6 saat 40 dəqiqə. Bu da günəşin batmağı gecə saat 6-dan sonradır. Bəli, bu ifadə doğru ifadədir. Qarşısına da doğru yazılıb. 50 şərq uzunluğu meridianı boyu bütün nöqtələrdə gecə və gündüzün uzunluğu bərabərdir, deyir. İfadə doğrudur. 21 mart tarixi yaz gecə gündüz bərabərliyidir. Yer kürəsində bütün nöqtələrdə yaz gecə və gündüzün uzunluğu bərabərdir. Burada ifadə doğrudur. Qarşısına yanlış yazılıb. Olmaz. Şimal qütbünə günəş şüaları 23.5 dərəcə bucaq altında düşür. Şimal qütbü 90 dərəcəlik paraleldədir. Burada 23.5 dərəcə bucaq altında düşmür. İfadə yanlış, qarşısına da yanlış yazılıb. Bunu da götürə bilərik. Coğrafi koordinatları 30 şimal, 50 şərq uzunluğu məntəqədə şaquli cismin kölgəsi cənub istiqamətinə düşür. Cənub istiqamətinə yox, şimal istiqamətinə düşəcək. Burada ifadə yanlış, qarşısına doğru yazılıb. Bu olmaz. Deməli, bizdən uyğunluq soruşurdu. 1, 3, 5 olacaq cavabımız B variantı. Növbəti sual 53. Doğru olmayan ifadələri müəyyən edin. Buludlu havada sutkalıq temperatur amplitudu daha kiçik olur. Bəli, buludlu havada sutkalıq temperatur amplitudu gündüz 26, gecə hardasa 24, çox soyumur. Hər ikisi çox olduğuna görə çoxdan çoxu çıxanda az qalır. Bu ifadə doğrudur. Havanın temperaturu ilə mümkün buxarlanma düz mütənasibdir. Bəli, temperatur artdıqca mümkün buxarlanma da artır. Bu ifadə də doğrudur.
Qütb enliklərində səthin albedosu çox zəifdir, albedosu əksinə çoxdur. 95% albedo kəmiyyətidir. Antisiklon mərkəzində alçaq atmosfer təzyiqi yaranır. Xeyr, yüksək atmosfer təzyiqidir. Antisiklonda mərkəzdən kənara doğru əsir. Unudulan radiasiyanın miqdarı səthi örtüyün xarakterindən asılıdır. Bəli, müxtəlif səthlərdə udulma kəmiyyəti fərqlidir. Materiklərin daxilinə doğru iqlimin kontinentallığı azalır yox, əksinə artır olmalıdır. Bizdə buradan yanlış fikirləri soruçur. Burada 3 olur, 4 olur və 6 olur. Şimal tropik xətti ilə kəsişən materiklərə aid ümumi xüsusiyyətlər. Şimal tropik xətti Şimali Amerika, Afrika və Avrasiyanı kəsir. Mezozoy qırışıqlığına aid ərazilər mövcud deyil deyir. Avrasiya və Şimali Amerikada var. Bu ifadə yanlışdır. Passat küləklərinin təsirinə məruz qalırlar. Bəli, hər üçü məruz qalır. Fəaliyyətdə olan vulkanlar mövcuddur hər birində. Neft və təbii qaz yataqları yayılmışdır. Bəli, bu ifadə də doğrudur. Həm Afrikada, həm Avrasiyada, həm də Şimali Amerikada neft qaz ehtiyatları var. 3 yarımkürədir, Afrika 4 yarımkürə, Şimali Amerika 2 yarımkürədir. Ekvator xətti ilə kəsişir deyir, Şimali Amerika kəsişmir. Burada olacaq cavabımız 2, 3 və 4. Növbəti sual. 10 dərəcə Selsi temperaturda higrometrin göstəricisi 40%dirsə 1 kubmetr əvvəldə neçə qram su buxarı var? Biz bilirik ki 10 dərəcə Selsi temperaturda maksimum 9 qram su buxarı ola bilər. Bu 9 qram su buxarı 100% olar. 9 qram olsa 100% olar. Bizim əlimizdə bilmirik neçə qram su olduğunu. Bir bilirik ki 40%dir bu. Tənasüb qırsam 9-a 100%, x-a 40%. Buradan x-i tapsam 9-a 40-a vurub 100-ə bölsəm cavabımız olacaq 3,6 qram. Faktiki bizim əlimizdə 3,6 qram su buxarı mövcuddur. Dağın ətəyində atmosfer təzyiqi 730 mm, zirvəsində 530 mm-dir. Zirvədə havanın temperaturu müsbət 5 olarsa, ətəkdə temperatur nə qədərdir? Belə bir şəkil buradan çəksəm, dağın ətəyində 730, zirvədə 530. Biz aralarındakı təzyiq fərqini tapsam, yuxarıya doğru təzyiq biz bilirik azalır. Təzyiq fərqi burada olacaq nə qədər? 200 mm. Təzyiq fərqini metrə çevirsəm vurmalıyam 10-a. Çünki hər 10 metrdə təzyiq 1 mm aşağı düşür və aralarında hündürlük fərqi 2000 metrdir. 2000 metri indi temperatur fərqinə çevirsəm, ətəkdə temperatur burada 5 dərəcə Selsi verib. İndi tənasüb qursam, yüksəkliyə doğru mən bilirəm ki, hər 1000 metrdə temperatur 6 dərəcə aşağı düşür. 2000 metr qalxsam, nə qədər düşəcək? X. Buradan x-i tapsam, edir 12. Deməli, zirvə ilə ətək arasında 12 dərəcə fərq var. Zirvədə, burada üzürlü sayın, zirvəyə yazın 5-i. Zirvədə 5 dərəcə Selsi temperatur var. Aşağıya doğru temperatur artmalıdır və aralarında da 12 dərəcə fərq var. 5-in üzərinə 12 gəlsəm, edəcək 17 dərəcə Selsi. Deməli, ətəkdə temperatur 17 dərəcə Selsi olacaq. Növbəti suala keçid alaq. Uyğunluğu müəyyən edin deyir. Kondensasiya nəticəsində yaranır, sublimasiya nəticəsində yaranır. Kondensasiya biz bilirik ki, suyun buxar halından maye halına keçməsidir. Sublimasiya isə bərk hala keçməsidir. Kondensasiya nəticəsində yaranır yağış Ş. 1-ə olacaq A və E. Sublimasiya bərk haldır. Burada olacaq B, D, S. 1A, E, 2-yə B, S, D. Növbəti suallar artıq situasiyadır. Deyir, A dağları litosfer tavalarının toqquşma sərhədində subduksiya zonasında
yerləşir. Bu dağlar zəlzələlərin tez-tez baş verməsi, vulkanların püskürməsi ilə fərqlənir. Ekvator xətti ilə kəsişən A dağlarında, baxın, ekvator xətti ilə kəsişən A dağlarında mütləq hündürlüyü 6000 metrdən çox olan zirvələr var. Burada nəhəng mis qurşağı deyirsə, biz artıq bilirik ki, bu dağlar Ant dağlarıdır. Biz bilirik, Ant dağlarını həm ekvator xətti kəsir, həm Naska və Cənubi Amerikanın subduksiyasındadır. Zəlzələ və vulkanizm prosesləri aktivdir. Ekvator xətti kəsir və mütləq hündürlüyü 6000 metrdən olan, bəli, Lülyako, ən hündür zirvəsi Aconcagua, hər biri 6000 metrdən yüksəkdir. Buradan bizdən Ant dağlarının adını soruşur və dağların yerləşdiyi materiki adı oldu Ant. Yerləşdiyi materik Cənubi Amerika. A dağların yerləşdiyi materik ərazisinə yağıntıların düşməsinə hansı okeanın rolunun daha böyük olduğunu və materikdə ən quraq ərazinin adını soruşur. Biz bilirik, Cənubi Amerikaya ən çox rütubət gətirən okean Atlantik okeandır. Çünki Sakit okean sahillərində Ant dağları qoruyucu funksiyanı yerinə yetirir və Sakit okeanın hava kütləsinin qarşısını alır və quraq iqlim formalaşır. Həmçinin Peru cərəyanı. Ən quraq ərazi də Atakama səhrasıdır. Dediyim kimi, Peru cərəyanının təsiri ilə burada quraq iqlim formalaşır. Burada biri Atlantik okean, 2 Atakama səhrası qeyd olunur. A dağlarının hansı iki tavanın subduksiya zonasında qeyd etdim? Naska və Cənubi Amerika olur burada. Və hansı qırışıqlığa aid olduğunu müəyyən edin. Cavan dağlar olduğuna görə Alp qırışıqlığına aid dağlardır.